Bəli, Azərbaycanda təşkil edən hər bir mötəbər beynəlxalq tədbirdə olduğu kimi Bakının ev sahibliyindəki Dünya Şəhərsalma Zirvəsində də Türkiyənin ən fəal iştirakçılardan biri olacağı şəksizdir. Türkiyə olduqca böyük maraq göstərir bu tədbirə. Bakıdakı tədbirdə Ekologiya, İqlim Dəyişikliyi Şəhərsalma Nazirliyinin geniş tərkibli nümayəndə heyəti təmsil edir. Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinin məskunlaşma ilə bağlı fəaliyyət göstərən müvafiq komissiyasının üzvləri Bakıdadırlar. Digər tərəfdən Qaziantep, Konya, Trabzon şəhərlərinin bələdiyyə rəhbərləri Bakıdadır. Bir sıra digər şəhərlərin də rəhbər şəxsləri və ya nümayəndələri qeydiyyatdan keçiblər. Qeyri-hökumət təşkilatlarının rəhbərləri, memarlar, ekspertlər, mütəxəssislər də bu tədbirə böyük maraq göstəriblər. Ümumilikdə Türkiyədən 100-dən yuxarı iştirakçı qeydiyyatdan keçib. Lakin Türkiyənin bu tədbirdə iştirakının əhəmiyyəti sadəcə kəmiyyətlə məhdudlaşmır. Türkiyə 6 fevral 2023-cü il əsrin fəlakətindən sonra 3 il kimi qısa bir müddət ərzində 11 vilayətdə 450 mindən artıq mənzili, evi tikib, zəlzələ nəticəsində evsiz qalan insanların istifadəsinə verilmiş bir ölkədir. Bu çərçivədə Qəhrəmanmaraşda hökumətimizin vəsaiti hesabına Azərbaycan məhəlləsi də tikilib istifadəyə verildi ki, şəhərin memarlığına mühüm töhfə vermiş bir əsər kimi qiymətləndirilir. Digər tərəfdən Türkiyədə seismik baxımdan təhlükəli zonalarda, şəhərlərdə riskli vəziyyətdə olan, qəza vəziyyətində olan, insanların yaşaması üçün təhlükəli olan binaların sökülüb yerlərində müasir, dayanıqlı, etibarlı binaların tikilməsi üçün geniş bir layihə həyata keçirilir. Bütün bu məsələlər Türkiyənin Bakıdakı forumda iştirakının əhəmiyyətini şərtləndirir və Türkiyə həm bu foruma öz təcrübəsi ilə töhfə vermək niyyətindədir. Digər tərəfdən Türkiyə ilə bu forumda gələcəklə bağlı, gələcəkdə şəhər salmanın planlaşdırılması ilə bağlı yeni təcrübələr qazanmaq niyyətindədir.